İmam Səccad əleyhissalamın Məkarimul Əxlaq duasını izah eləməyə çalışırıq və keçən həftə bir neçə cümlə keçən həftələrdə demişdik. Bugün də bir cümləsini sizin üçün tərcümə eləyib qısa izah eləmək istəyirəm ki, çox incə nöqtələr var bu sadə bir cümlənin içində. Lazımdır ki, bunlar bizim dəfələrlə tez-tez yadımıza düşsün. Buyurur: "Vəntəhi bi niyyəti ilə əhsənin niyyat." İmam Səccad əleyhissalam Allaha dua eləyir, ərz eləyir. Deyir: "İlahi, niyyətimi niyyətlərin ən yaxşısı qərar ver. Niyyətimi niyyətlərin ən yaxşısı qərar ver." İksir sözünü eşitmişsiniz, iksir. İksir nədir? Qədim kimyagərlər deyərmiş ki, iksir bir maddədir. O maddəni misə vurursan, mis qızıla çevrilir. Əlbəttə elə maddə tapa bilmədilər, amma ehtimal verirdilər. Maddi məsələlərdə iksir tapa bilməsələr də, mənəvi məsələlərdə iksir var. Mənəvi məsələlərdə iksir həmin niyyətdir. Niyyət, əməlin niyyəti. Niyyət sadə işə, düz niyyət toxundu, iş dəyər tapır, qiymət tapır. Böyük işi pis niyyətlə elədin, iş qiymətdən düşür. İşin zahiri gözəldir, niyyət gəlir, xarab eləyir, heç nə. İşin zahiri o qədər də gözəl deyil, niyyət gəlir, işə gözəllik verir. Niyyətin ikisinin xüsusiyyəti var. İş zahirən iki eyni əməldir, amma niyyət əməli dəyişir. Cərrah da bir adamın qarnını kəsir, quldur da. Cərraha pul verirsən, quldurdan pul alırsan. Yəni ki, onun qan bahasın. Bu iki oxşar əməli niyyət dəyişdi. Ya dəyər verdi, ya dəyərdən saldı. Quranda nə qədər deyir? Fi səbilillah, livəcihillah, lillah. Hamısı nə deməkdir? Allah yolunda, Allah üçün. Quranda bəlkə ən çox işlənən kəlmələrdir. İş görəndə Allah üçün görün. Hər iş görürsən, Allah üçün gör. Salam verirsən, əssalamu aleykum, salam verirsən. Yaxşı olar ki, ümumiyyətlə müsəlmanlar bir-birinlə görüşəndə əvvəl salam ver. Hərdən deyil, axşamın xeyir. Axşamın xeyir yaxşı sözdür, salamdan sonra. Salam İslamın şuarıdır və salamın özü iki insan, mömin bir-birinlə görüşməsi çox qiymətlidir. Amma salam verirsən niyə? Məsələ bundadır. Salam verirsən ki, filan kəsin pulu var. Buyurur ki, o salam səbəb olur, əzaba düçar olasan. Kim birinə puluna görə salam versə, hədisdə var, dininin 1/3 əldən verdi. Birini qucaqlayıb bağırva basırsan, nə üçün? Ki, desin ki, filan kəs mehriban adamdır. Filan kəsin üzünə gülürsən, hamı ilə gülərüz danışırsan ki, desinlər. Desinlər sözü gəldi, qarışdısa niyyətə, heç nə. Amma yox, Allahın bəndəsidir, mömin qardaşımdır, Allahın bir bəndəsidir. Ona mən salam verirəm, buyurur 100 savab var salamda. 99'u verənin bir alanında, ona görə salamda bir-birinizi qabaqlayın. Peyğəmbər hamını qabaqlayardı, uşağa da salam verərdi. Ehsan verirsən evində, bax gör kimi çağırmısan və niyə çağırmısan. Elə adamlar çağırmısan ki, sabah sənə lazım olacaq, heç nə. Yox, Allaha görə çağırmısan, Allaha görə ac adama çörək ver, gör nə qədər hədislərdə mən vaxt yoxdur sayam ki, nə qədər savablar, bir qarın yemək bir adama Allah üçün verəsən, gör nələr əldə eləmisən. Bəsrə hakiminə Əli əleyhissalam məktub yazır, yəni Əli əleyhissalam xəlifədir, Bəsrəyə hakim təyin eləyib, öz nümayəndəsinə məktub yazır, elə qınayır onu, elə bilirsən ki, bu günah eləyib. Nə yazır? Deyir, eşitmişəm, məclis təşkil eləmişsən Bəsrədə, o yerdə ki, sən icra hakimisən, ancaq varlıları çağırmışsan, heç kasıblardan sənin süfrənin başında olmayıb, ayıb olsun sənə. Onu elə danlayır ki, sən hakimsən, yığmısan başına əyyanları, varlı, imkanlı adamları, şan şöhrətli adamları oturub çörək yiyirsən, amma mən sənin imamınam, mən belə deyiləm. Sənin süfrəndə gərək o fəqirlərdən də iştirak eləsin. Niyyət dəyişir hər şeyi. Bir adam qusul niyyət elədi, cümə günüdür. Girdi suyun altına, 40 cümə deyir ki, cümə quslu alsa cənnət ona vacib olar. Amma bütün dənizin suyunu üstünə tök, niyyət eləmə, heç nə. Heç nə əldə eləməmsən.
Bir ovuc su dəstəmaz niyyəti ilə üzvə vur, buyurur dəstəmaz nurdur. Amma 5 litr suyu üzvə vur, niyyət eləmə, heç nə. Heç bir xeyri yoxdur. Niyyət xarab eləyir, həm də düzəldir. Hədislərdə işlənir, bu söz sirkən, balın içinə sirkə tökünə günə qalır. Yaxşı əmələ niyyət xarab elədin, o sirkə bala tökərsən xarab olduğu kimi əməli də alt üst eləyir. Əməli ilahi rəngə boyayasan, Allah bizdən bunu istəyib. Quranda var sıbğət Allah, Allahın rəngi. Ev tikirsən, deyir Allaha görə tik. Vəc'alu buyutakum qiblə. Buyurur, yaxşı olar ki, mən görmüşəm bizim kəndlərdə evlər üzü qibləyə tikilir. Quranın əmridir bu. Evi tikəndə üzü qibləyə tikin evinizi. Allah üçün olsun. Daşı qoyanda Allah üçün qoy. Dərzisən Allah üçün paltar tik. Müştəri üçün yox. Müştəri onsuz da pulunu verəcək. Şeyx Rəzəbəli Xəyyatdan eşitmişsiniz. Deyir, hər iynəni ki Allahdan qeyrisinə görə batırırdım, barmağımı batırdı. Hər iynəni deyir sapla mən Allaha görə işləyirdim. Allah deyib ki, pul qazanmaq, halal ruzu qazanmaq vacibdir. Mən də onun razılığı üçün oturmuşam burada. O ruzu gəlsə də, gəlməsə də, əsas budur ki, Allah istəyən işi görürəm. Ailəm üçün ruzu dalıca gəlmişəm. Nəticə nə olacaq? O heç. İşin zahirinə baxmaqla deyir, mühümdür Allah qəbul eləsin. Kəbədən üstün ev yoxdur yer üzündə, elə? Kəbə ən üstün evdir. Yer üzündə tikililərin ən üstünü Kəbədir. Milyardlarla insan hər gün üzü Kəbəyə namaz qılır. Həzdə onun başına dolanır. Kəbəni kim tikib? İbrahim Xəlilullahla Həzrət İsmail 2 dənə peyğəmbər. Tikirlər, ondan sonra Quranda var. Rabbena təqəbbəl minna. İlahi bizdən bunu qəbul elə. Çünki niyyət düz olmasa, ev Kəbə də olsa qəbuldur. İbrahim bunu başa düşür. Kəbə evi də olsa qəbuldur. Allahı maraqlandıran əməlimizin çoxluğudur. Əlləzi xələqəl məvtə vəl həyat liyəbluvakum eyyukum əhsənu əməla. Allah həyatı, ölümü yaratdı ki, imtihana çəksin, görsün, hansınızın əməli daha yaxşıdır. Allah keyfiyyətə baxır, kəmiyyətə baxmır. Böyüklüyə, kiçikliyə baxmır. İnnəməl əmal bin niyyat. Əmələ qiymət verən insanların niyyətidir. Allaha görə deyir, küçədə bir daş var, cəmaatın yolunun üstündən, maşın yolunda. Götürdün o daşı bir adam Allaha xatir ki, cəmaata xeyir verim, Allah üçün, Allahın razılığı üçün. O daşı yoldan çəkdi, hədis buyurur, cənnət ona vacibdir. Görürsən, xırda əməldir. Bir tikanı, tozu, hansısa bir, məsələn, meyvənin qurusunu ki, biri ayağının altında qalar, sürüşər, yıxılar, onu yoldan çəkəsən, Allahın razılığı üçün bir dənə xırda əmələ buyurur, cənnət ona vacibdir. Bir xanım yemək pişirə həyat yoldaşı üçün, onsuz da pişirir. Niyyət eləyir ki, Allaha görə eləyirəm, Allaha xatir, Allah bu əməlimi bəyənir deyə Allahın razılığı üçün eləyirəm. Buyurur, onunla cənnət qazanar. İnsan da var, minbərə çıxır, danışır, təfsir oxuyur, kitab yazır. Allaha görə yox, şan şöhrət üçün ki, cəmaat məni tərifləsin, ondan heç nəticə əldə eləyə bilmir. Ən bədbəxt insan dilləri o insandır ki, Allahın dinini təbliğ eləyə şan şöhrət üçün. Qiyamətdə görəcək, əlimə heç nə çatmayıb. Mənə qalan bu oldu ki, əhsən filan kəs yaxşı danışır. Ən bədbəxt insan buyurur budur. Niyə görə Quran bu qədər təkid eləyir? Ona görə ki, əsas niyyətdir. Niyyətul mümin əfzəl min əməli. Hədis buyurur ki, müminin niyyəti əməlindən üstündür. Əsas olan niyyətdir. Göylərdə və yerdə fərqli meyarlarla baxırlar insanların əməlinə. Biz deyirik, nə böyük işdir? Allah deyir, heç bir qiyməti yoxdur. Biz deyirik, kiçik işdir? Allah deyir, bu çox böyükdür. Bir dənə üzüyü verdi Həzrət Əli. Bir üzü idi, qiymətsiz bir üzü. Həzrət Əlinin üzüyünün nə qədər qiyməti olacaq? Bəziləri deyir ki, yəqin çox qiymətliymiş. Amma çox sadə, qiymətsiz bir üzüyü verdi, Allah Quranda təriflədi. Rükü halında zəkat verən. Dedi, bu xüsusiyyətinə görə imam qərar verdim onu. İmamı tanıtdırmağa başqa sifət tapmırdı.
Deyər ki, Allah, Peyğəmbər və filan işi görən, o bütün işlərinin içindən dedi, rükû halında zəkat verən bunu tapdı. Xırda bir əməldir. O üzüyün çox qiyməti yox idi. İş Allaha görə idi deyə Allah o qədər böyütdü o işi. Allaha xatir idi. Sadəcə Allaha görə idi. Zibeydə Harun Ər-Rəşidin xanımı idi. Bir dənə su çəkdirib Məkkəyə, indiyəcən deyirlər hacılar o sudan içir. Mən bu harasındadır Məkkənin. Böyük işdir. Bu üzükdən zahirən baxanda böyük işdir. Üzük bir adama verildi, getdi. Bu su çəkdirib hələ də içirlər. Böyük işdir. Amma Allah tələsmir bizim kimi qiymət verməyə. Görək bu qadın pulu hardan qazanıb? Harunun arvadıdır, bəllidir hardan. Sonra nə niyyətə tikib ki, cəmaat danışsın ki, filan kəs zəvvarların qaydına qalır, özünə biraz xal qazansın? Heç nə. Nə qədər böyük olursa olsun, gedir, aradan gedir. Eşitmişsiniz də Bəhlulun hadisəsini, gəlir görür Bəhlul. Bəhlul qəribə işlərlə cəmaatın nəsihət eləyirdi. Bəhlul gəlir görür ki, məscid tikirlər. Deyəsən, xəlifə tikdirir. Baxır, deyir, siz burada nə iş görürsünüz? Ustalardan, oradan, nəzarətçilərdən soruşur. Deyir, görmürsən, məscid tikirik. Deyir, kimi üçün bu işi görürsünüz? Deyir, bu ne ağılsız sualdır. Məscidi kimi üçün tikərlər? Allah üçün tikirik. O da tənbəllik eləmir. Gedir bir dənə daş yondurur, daş. Üstünə yazır Bəhlul məscidi. Bəhlul məscidi yazdırır, gətirir, gecə ilə vurur məscidin divarına. Səhər gəlirlər, görürlər məscidin üstünə yazılıb Bəhlul məscidi. Gedin tapın, tapırlar, döyə-döyə gətirirlər Bəhlulu. Ki, sən başqalarının işini öz adıva çıxmaq istəyirsən, o da baxır, deyir ki, demədiniz ki, Allah üçün eləmişsiniz, dedi, bəli. Tutaq ki, mən cəmaatı allatdım, cəmaat elə bildi, məscidi mən tikdirirəm. Sizə Allah lazımdırsa, Allah bilir kim tikdirir. Niyə bu qədər narahatsınız? İş Allah üçün idisə, Allah bilir ki, bunu tikən kimdir, onun üçün ev tikir də, adın orada vurulması nə qədər önəmlidir. Əgər bu iş Allah üçündürsə. Allah hər şeyi bizim üçün yaradıb. Xələqə ləkum Quranda buyurur. Bizi və mə xələqtul cinnə vəl ins illa liyəbudun. Bizi də özünə ibadət eləmək üçün yaradıb. İbadət təkcə namazdır. İbadət o işlərdir ki, ilahi rəngə boyanıb. Namaz Allah üçün olmazsa ibadətdir. Ev tikmək, bənnalıq, yemək, pişirmək Allah üçün olsa ibadətdir. Allah'ın bizdən istədiyi budur ki, işlərimiz ondan başqasına görə olmasın. 209 dəfə dunillah gəlməsin alimlər hesablayıb Quranda var. Yəni Allah'tan qeyrisi üçün. Allah bizi çəkindirir ki, başqası üçün iş görməyin. Cəmaata yaxşılıq eləyirsiniz, Allah üçün eləyin. Həl Əta surəsində Əhl-i Beytin əməlini Allah tərif eləyir ki, iftar verdilər. 3 gün iftarlarını başqa adama verdilər. Bunu çox eşitmişsiniz. Mən də çox danışmışam, özünüz çox eşitmişsiniz. 3 gün iftarlarını başqasına verdilər və məsələ iftarı verməkdədir. Ayənin sonunda bu sözü yazır. Deyir, la nuridu minkum cəzaən və la şakura. Deyir, biz sizdən əvəz istəmirik. Qiymət bundaydı. İftar verməkdən mühüm budur ki, bunu verirdilər, çox sağ olsun, yox. Əvəz istəmirik. Əvəz Allahın yanındadır. Təşəkkür gözləməyəsən. Bir iş görəndə özün özünə sual ver ki, gözləyirəm məni tərifləsinlər. Bu varsa qarışdı, xarab oldu. Yox, bu yoxdursa, Allah üçün olsa xeyri var, çox xeyri var. Allah səyə, çalışmağa əvəz verir, nəticəyə yox. Gedirəm bir xəstəni ziyarət eləməyə, getdim, xəstəxanadan buraxıblar. Sən səy elədin, nəticə olmadısa da Allah savab verir. Birinin çətinliyi var, mən gedirəm, məsələn, əlaqələrimi işə salıram, addım atıram, çalışıram, nəticə əldə eləyə bilmirəm. Gedirəm, işini düzəldə bilmirəm. Elə bilirsən, yarımçıq qaldı, Allah buyurur, yox. Getdin bu niyyətə, Allah üçün buna kömək eləyəsən, nəticə olsa da mən savab verəcəm, olmasa da. İnsan istəsə ixlasa çatsın, xalis niyyətlə əməl eləsin. Bilirsiniz nə lazımdır? İnsan bir dəqiqə otursun, sadə müqayisə eləsin. Bu işi cəmaat üçün görsəm nə qazanıram, Allah üçün görsəm nə qazanıram. Bunu hesablasa bəllidir.
Allah üçün görsəm nə verəcək mənə? İnnəllaha iştəra minəl mu'mininə ənfusəhum, əmvaləhum və ənfusəhum bi ənnə ləhumul cənnə. Allah buyurur ki, Allah müştəridir. Möminlərdən canını və malını alar, cənnət qiymətinə, əvəzin cənnət verər. Hələ Aleyhisselamda buyurur ki, əməlinizin ən kiçik qiyməti cənnətdir. Biri var, buna görə əməl eləyəsən, biri də var ki, cəmaat desin, əhsən, bərəkallah. Ən çoxu əl çalacaqlar, lap çoxu heykəl qoyacaqlar. Sonra cəmaata görə eləyəcəksən, onun əvəzi bu qədərdir. Dərs oxuyursan, hörmət üçün. Allah buyurur ki, əyyəbtəğunə indəhumul izzə, hörməti başqalarının yanında axtarırsan, tələbəsən, dərsi oxu ki, Allahın dərs oxuyanlardan xoşu gəlir. İzzəti mən verim sənə. Bir adam hədisdə var, bir xanımla evlənir atasının puluna görə. Allah buyurur, hədisdə var, buyurur ki, onun xeyri ona, pulu ona qismət olmayacaq. Axırda bir iş olacaq ki, ondan fayda götürə bilməyəcək. Hər işi görsə insan ixlasla bir çox çətinlikləri həll olunar. İnsan heç vaxt bədbin olmaz. Görürsən bir yaxşılıq eləyir, cavabını vermirlər, nankör adamlar. Yaxşılıq eləyir, təşəkkür edir. Bu da oturur deyir, mən bu cəmaata yaxşılıq yoxdur. Həzrət Əli bilirsiniz nə buyurur? Buyurur ki, bəzi vaxtlarda, gözəl hədisdir bu Həzrət Əlinin bu hədisi. Bəzi vaxtlarda kiməsə yaxşılıq eləyirsən və o minnətdarlıq eləmir, nankörlük eləyir. Bu, səni yaxşı iş görməyə rəğbətsiz eləməsin. Elə kəsdən mükafat gözlə ki, ona yaxşılıq eləməmsən. Bu yaxşılığın mükafatın Allahdan gözlə. Və o sənə bunun əvəzini, hədis maraqlı hədisdir. Buyurur, elə yoldan verəcək, elə adamın əli ilə sənə əvəz verəcək ki, sən ona yaxşılıq eləməmişdin. Sən yaxşılıq eləyirsən, başa düşmür, heç qoy düşməsin. Hədisdə var ki, başa düşməsə savabın daha çoxdur. Düzdür, yaxşılığa gərək bizim vəzifəmiz budur, təşəkkür eləyək. Amma biri də eləmir. Eləmirsə sən narahat olma, sən mükafatı ondan gözləmə. Sən o kəsdən gözlə ki, yaxşılığı ona eləməmsən. O da özü biləcək hansı yolla sənə əvəz verəcək. Bu Allahı qoyub insanların 5 dənə ucuz tərifinə insan əməl eləsə doğrudan bədbəxtdir. Allah bilirsiniz nə deyir Quranda? Mənzəlləzi yuqrizullah qərzən həsənəm. Sözə bax, deyir ki, Allaha borc verərsiniz. Allah soruşur. Kim olar ki mənə borc versin? Borc istəyirəm sizdən. O Allah ki ol deyir, olur. Hər şeyi o özü verib bizə deyir, mənə borc verərsiniz. Mənası bilirsiniz nədir? Yəni bir ehtiyaclı adama bir yaxşılıq elə bil mənə vermirsən. Darıxma, mən qaytaracam özdə artıqlaması ilə. Özdə artıqlaması ilə hədiyyəsini qaytaracam. İxlas olsa bizim həyatımızda, həyatımız nizama düşər, həyatımızda həsəd olmaz. 2 nəfər insan Allahın dininə xidmət eləyir, insanın hidayəti üçün çalışırsa, bir-birinə paxıllıq eləməzlər. Mənim məqsədim cəmaatın hidayətidirsə, o da eləyir, işimi yüngülləşdirir. Yoxsa onun məscidinə getdi, bura gəlmədi. Niyə ora getdi, niyə bura gəlmədi? Məqsəd budur, məscidə getsin. Məqsəd eynidirsə ki, insanlar düz yola hidayət olsun, nə fərqi var onu kim eləyəcək? Əgər iş Allah üçündürsə, əgər iş Allaha xatirdirsə, Allahın razılığını əldə eləmək üçündürsə və bu işlər hamısı çox bərəkətli olur. İş xalis olanda Allah işə qəribə bərəkət verir. Mən bu misalı demişəm, nə qədər sözümü də tamamlamaq istəyirəm. Nə qədər kitab var, dua kitabları. Çoxdur kitab. Məfatihül Cinan Şeyx Abbas Quminin kitabıdır. Hamının əlində o kitabdır. Niyə görə? O kitabdan bilirsiniz nə qədər? Onlarla belə dua kitabı var. Ona görə ki, xalis yazıb. Deyir, əvvəl hamısına əməl elədim, sonra yazdım. Ona görə indi əllərdən düşmür yerə. O qədər. Hər oxuyanda da ona savab gedir. Hər kim dünyanın harasında Məfatihül Cinanı açır, bir dənə dua oxuyursa oradan, o gör nə qədər savabı var. Hansı hərəmə gedirsən Məfatihi qoyublar. Bu bir sadə kitabdır, duaları toplayıb, onun kimi nə qədəsi toplayıb. Niyyətin xalisliyi bərəkət verir, iş bu qədər qiymət tapır. Bir dənə kitab yazıb, Mənazilul Axirə. Axirət mənzilləri, Azərbaycan dilinə də tərcümə olunub. Bir qoca molla var idi bunun şəhərində, bu da tələb oxuyub, alim olub qayıdıb, Şeyx Abbas Qumi. O molla da minbərdən bunun kitabını götürüb əlinə,
Daha doğrusu deyir o Ramazan ayının gecələrində o molla danışırmış məsciddə, görüb savadsızdır. Şeyx Abbas Qumi yaxınlaşıb ona deyir, mən sənə bir kitab verim. O kitabdan oxu, cəmaata yaxşı sözlər danışdı da, biraz qiymətli söz. Çünki görürmüş ki, heç nə bilmir bu. O kitab, öz yazdığı kitabı verib ona, dedi, oxu, danış cəmaata. O da oxuyurmuş, qəşəng bunun məclisləri keçirmiş. Bu Şeyx Abbas Quminin atası da gedir məsciddə hər gecə o alimə qulaq asır, o mollaya, gəlir, oğlunu danlayır. Deyir, görürsən, alim belə olar. Bir dənə sözlər danışır qiyamətdən, axirətdən ki, sən neçə il oxumusan, sən heç onun 100%-də danışmırsan. Hər gün bunu danlayır, bu da deyir, ata dua eləyim, mən də bacarım elə danışmağı, bacarım o elmə sahib olum. Dostlar deyir ki, daha biz yorulduq, bu qoca kişi səni aton hər gün danlayır. Bir dəfə denən ki, o danışdığım mənim yazdığım kitabdır. Deyir, and içir, and verir ki, halal eləmirəm ki, heç kəsə halal eləmirəm ki, onu ona bildirəsiz. Yəni, bu ixlas, bu xalislik, görürsən, kiçik bir əmələ, balaca bir işə böyük qiymət verir, böyük dəyər verir. Və bütün işləri ki, Allah böyüdüb, o əməllərdə, o işlərdir ki, Allahın rizayəti üçün o işlər görülür. Allah bizi xalis əməlli insanlardan qərar versin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə.